Allah bağışladığı günahı bir daha xatırlayırmı və yaxud xatırladırmı? Bu suala cavab tapmaq üçün ilk öncə gəl bağışlanmaya baxaq. Yazılır: Allah isə rəhimlidir və günahı bağışlayır. Günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır. Hiddətini tamamilə oyanmağa qoymur. Deməli, bu sözlərə görə Allah bəşəriyyətə və insanlara rəhm edir və biz yox olmayaq deyə bizi bağışlayır. Bəs bu proses necə baş verir? Zəburçu deyirdi: Sənə günahımı etiraf etdim, təqsirlərimi gizlətmədim. Dedim, üsyankarlığımı Rəbbə etiraf edirəm. Təqsirimi bağışladı, günahımı sildi. Deməli, səmimi etiraf günahın bağışlanması üçün bir açardır. Çünki belə yazılır: Günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək. Deməli, etiraf edən zaman Allah öz sədaqəti ilə bağışlayır və bizi təmizləyir. Səmimi olan tövbə isə mütləq öz bəhrəsini verir. Səmimi tövbənin bəhrəsi dəyişilmiş və yenilənmiş olan bir həyat tərzidir. Bəs Allah bu günahı xatırlayırmı və xatırladırmı? Allahın sözündə yazılır: Bizə rəhm edib şər əməllərimizi siləcəksən. Bütün günahlarımızı dənizin dərinliklərinə atacaqsan. Deməli, Allah bizim günahlarımızı silir və dənizin dərinlikləri kimi çox dərinlərə atır onu. Mənəm öz xatirimə sənin günahlarını silən. Bəli, mən sənin günahlarını yada salmaram. Bu söz isə bizə göstərir ki, Allah bizim deyil, öz xatirinə bizim günahlarımızı silir və əsla xatırlamır. Təqsirlərinə qarşı mərhəmətli olacağam, günahını daha yada salmayacağam deyən Allahın sözü isə bizə təqsirlərimiz zamanı Allahın mərhəməti sayəsində ölmədiyimizin və tövbə edənin günahının bağışlandığını və əsla xatırlanmadığını göstərir. Davam edir: Nə qədər şərq qərbdən uzaqdırsa, qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırır. Bəli, şərqlə qərbin qovuşmağı mümkün olmadığı kimi, Allahın da bizim günahlarımızı xatırlaması və xatırlatması mümkün deyil. Sevimli dostum, bu araşdırma mənim özüm üçün idi. Çünki uzun müddətdir şər mənə müxtəlif yollarla əziyyət verirdi. Keçmişi mənə xatırladaraq və mənim Allaha layiq olmadığımı deyərək məni incidirdi. Amma indi mən sənə səslənirəm. Bugün həyatında sənin də günahın varsa, indi tövbə et. Allah səmimi tövbəyə əsla laqeyd qalmayacaq və unutma, Allahdan doğulan kəs günahını davam etdirməz. Tövbədən sonraki həyat sənin ikinci həyatındır. Sən bir dəfə anadan doğulmusan. Bu dəfə isə Allahın ruhundan doğulursan, ruhlu həyata doğulursan və Allah sənə yeni, ruhlu bir həyat bəxş edir. Unutma, bugün tövbə etdiyin və davam etmədiyin bir günahı, əgər biri sənə xatırladırsa, istər pis, istər yaxşı halda, fərq etməz, bu Allahdan deyil. Allah sənin günahını əsla xatırlamır.